Salam hörmətli izləyicilər, sizinlə mollyusklar və boğmayaqlar bölməsindən B variantının test izahı ilə qarşınızdayıq. Başlamamızdan ilk öncə sizə kanalımıza abunə olmayı, bəyəndiysə bəyən butonunu basmağı xahiş edirik. Sonra birinci soruşur ki, hörümçəyin şəkildə 1-6 rəqəmi ilə nə işarə olunmuşdur? İlk öncə baxırıq, 1-də nə var? 1-də baş döş yerləşir. Baş döş. İkincisində 2-də qarıncıq var. 3-ündə 3 buradadır. 3-də ətraflardır. 4-də xeliseridir. 5-də pedilapdır. 6-da gözləridir. Gözləri yerləşmiş olur. Euler-Venn diaqramına uyğun bəndi qeyd edin. Xərçəkimlər, həşəratlar. Birinci xərçəkimlərə aid olanları seçəcəyik. Xərçəkimlərə aid olanlara birə aid olacaq bir buğumlu ətraflar, malgipi boruları, yaşıl vəzlər. Yaşıl vəzlər xərçəngimlərə aiddir. Bir də qəlsəmələr. Bunlar xərçəngimlərə aiddir. Deməli, bu həşəratlara aiddir. Buğumlu ətraf oxşarıdır. Həşəratlara da aiddir malgipi boruları. Bir də bir cüt bığcıq. Xərçəngdə 2 cütlü bığcıq. Hər ikisinə oxşardır buğumlu ətrafların olması. Bir də açıq qan damar sistemi. Düzgün ifadələrin altından xətt çəkin. Əksər mollyuskaların bədəni xaricdən kireç çanaqla örtülmüşdür. Bəli, bu düzgündür. Anadonda süfrələri parazit həyat tərzi keçirir. Bu da düzdür. Sonra kalmar və 8 ayaq reaktiv üsulla hərəkət edir. Bu da düzdür. İlbizlər görmə orqanı yoxdur. Xeyr, bu səhvdir. Anadonda yumurtasının mayalanmaması xarici mühitdə baş verir. Bu da səhvdir. Qarnayaqlı mollyuskaların bədənə baş, gövdə və zəli ayaqdan ibarətdir. Bu da düzgündür. Sonra keçirik 4-cü sualımıza. Düzgün ifadələrin altından xətt çəkin. Çay xərçənginin baş hissəsində, mürəkkəb gözlər yerləşir. Çay ali xərçənglərə aiddir. Bu deməli boğmayaqlar bədəni xitin ilə örtülmüşdür. Sonra çay xərçənginin 2 cüt bığcığı vardır. Çay xərçəngi mədəsi üyüdücü və süzücü səthdən ibarətdir. Açar sözlərdən istifadə edərək mətni tamamlayın. Bunları nömrələyək. 5. Deməli, nə deyir? Krevetka Məryəm qurdu və xərçəngimlər sinifinə aiddir. Artemia ibtidai yengəclər isə ali xərçəngimlərə aiddir. Məryəm qurdu quru həyat tərzi keçirir. Ali xərçənglərin baş döş hissəsi 5 cüt yermə ayağı olur. 6-cı sualımızda nə soruşur? Xərçəngə aid olan terminləri qeyd edin. Xərçənglərə aid olan termin yaşıl vəzlər, ancaq xərçənglərdədir. Qısqac, sonra fastelli gözlər. Sonra şəkildə göstərilən mollyuskalar siniflərə görə qruplaşır. Siniflərin adlarını müəyyən edin. Deməli, qruplaşdıracağıq. Qarnayaqlar sinifinə uyğun gələcək. Bax, birincinə qədər qarnayaqlar sinifi. Qarnayaqlar sinifinə uyğun gələcək 1, sonra 2, bir də 6. 1, 2, 6 qarnayaqlar sinifinə uyğun gələcək. Sonra gələcək 2 taylılar sinifi. 2 taylılar sinifinə də uyğun gələcək 1, 7 də 1, 5. 5 ilə 7. Sonra gələcək baş ayaqlar sinifinə. Baş ayaqlar sinifinə də uyğun gələcək 3, 4. Uyğun gəlmiş olacaq. Sonra şəkildə verilən heyvana aid cədvəli qeyd edin.
xərçəngdir. Xərçəngə aid ifrazat orqanı. Xərçənglərdə ifrazat orqanı yaşıl vəzlərdir. Yadınıza saxlayın. Xərçəng kimilər sinifidir. Tənəffüs orqanı isə bunlarda qəlsəmələrdir. Və qəlsəmələr bunlarda ayaqlarında yerləşir. 9. Deməli, birinci cütdəki əlaqəyə əsasən ikinci cütdə xərçəng kimilər ağciyərlərdir. Xərçənglər isə didiklənə qəlsəmələrlə tənəffüs edir. Düz qanadlar dəstəsinə. Düz qanadlar dəstəsinə aiddir çəyirtkə, bir də şala. Düz qanadlar. Pulcuq qanadlar dəstəsinə aiddir kələm kəpənəyi. İki qanadlar dəstəsinə aiddir ağca qanad. May böcəyi sərt qanadlar dəstəsinə aiddir. Eyler-Venn diaqramına uyğun bəndi müəyyən edin. Birinci çay xərçənginə aid olanları qeyd eləyəcəyik. Sonra kələm kəpənəyinə. Çay xərçənginə aid olanlar bir inkişafı düzünə gedir. Bir də mədəsi üyüdücü və süzücü şöbədən təşkil olunmuşdur. İndi kələm kəpənəyinə aid olan xüsusiyyətləri qeyd eləyəcəyik. Pulcuq qanadlara daxildir. Bir də inkişafı tam çevrilmə ilə gedir. Hər ikisinin ortaq xüsusiyyətlər isə bir qan toxumu mayesi ilə qarışır. Bir də krevetka ilə eyni aləmin nümayəndəsidir. Bir də 5. Çay xərçənginin bədən səthi nə ilə örtülmüşdür? Çay xitinləşmiş kutikula ilə örtülmüşdür. 13. Hörümçək kimlər hansı diri bala doğur? Bir yadda qadınıza qalsın ki, əqrəblər diri bala doğur. Sonra 14-cü sual. Xaçılı hörümçəyin ürəyi xarici görünüşü necədir? Yadınıza saxlayın ki, xaçılı hörümçəyin ürəyinin xarici görünüşü boru şəklindədir. 15. Hansı həşəratın iki qanadı var? İki qanadlar nümayəndəsi isə göyündür. Burada iki qanı göyündür. Natamam çevrilmə ilə gedən inkişaf zamanı hansı mərhələ olmur? Natamam çevrilmə ilə gedəndə pup mərhələsi olmur. Məryəmqurdu hansı sinifə aiddir? Məryəmqurdu xərçəngkimlər sinifinə aiddir. 18. May böcəyi, ev milçəyi, birə bitin cəmi neçə hərəkət orqanı var? May böcəyində hərəkət orqanının sayı 10 ədəddir. Ev milçəyində hərəkət orqanlarının sayı 8 ədəddir. Birədə 6 ədəddir. Bitdə də 6 ədəddir. 6-nın üstünə 6 gəlsək neçə edəcək? 10. Deməli 10, 18, 18-in üstünə də 6-nın üstündə 6 gəlsək eləyəcək 12. 18-in üstündə də 12 gəlsək eləyəcək 30. Cəmi 30 dənə hərəkət orqanı olmuş olacaqdır. Molluskalar tipinə aid olan sinifi müəyyən edin. Molluskalara aiddir qarnayaqlar, 2, 1. Baş ayaqlar, bir də 2 taylılar. 6. Uyğunluğu müəyyən edin. Düz qanadlar dəstəsinə. Birinci düz qanadlar dəstəsinə aid olanları yazacağıq. Düz qanadlar dəstəsinə aiddir çəyirtkə, bir də dana dişi. Sonra sərt qanadlar. Sərt qanadlar dəstəsinə bir dənə parabizən aiddir. Pulcuq qanadlar dəstəsinə aiddir tut ipək qurdu. Bu qədər diqqətinizə görə sağ olun.